günümüzün aparıcı mövzularından biri olan süni intellekt, özəl sahələrlə yanaşı artıq dövlət sektorunda da tətbiq olunur. Bununla bağlı Asan Süni İntellekt platforması yaradılıb. Rəqsanə İbrahimzadə həmin platformanın detalları barədə bizə məlumat verəcək. Sabahın xeyir olsun Rəqsanə, buyur söz səndədir. Salam Şinarə, sabahınız xeyir olsun. Bəli, sizin də vurguladığınız kimi Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin təşəbbüsü ilə Asan Süni İntellekt platforması artıq yaradılıb və bu platformada məhz bu sahədə çalışan dövlət xadimləri, eyni zamanda özəl sektorda çalışan mütəxəssislər üçündür və ümumiyyətlə bu platforma nəyi təşviq etməyə çalışır və bilir ki, günümüzdə süni intellekt sahəsi günü-gündən daha da inkişaf edir və artıq müxtəlif istiqamətlərdə, sektorlarda tətbiq olunmağa başlayır. Yəni fəaliyyətin bir parçası olaraq tətbiq olunur və bununla bağlı daha detallı informasiyanı, ümumiyyətlə platformanın əhəmiyyəti ilə bağlı informasiyanı elə Asan İHAB-ın rəhbəri Ləman İbrahimovadan alacaq. İnformasiyaları xoş gördük, hər vaxtınız xeyir olsun. Detallı informasiyaları sizdən alaq. Salam, xoş gördük. Çox təşəkkür edirəm. Bu günləri biz hamımız süni intellektdə açıq innovasiya, hər kəs üçün körpü tədbirində toplaşmışıq ki, Asan İHAB-ın rəsmi açılış mərasimini həyata keçirdək və Asan İHAB-ın məqsədi ondan ibarətdir ki, dövlət sektoru, biznes subyektləri, startaplar, elmi tədqiqat mərkəzləri, bunların hər birini vahid platformada toplamaq və onlar arasında bir körpü rolunu oynamaq. Yəni, qısacası, misal üçün, həmin qurumlar tərəfindən, dövlət sektoru olsun, biznes subyektləri tərəfindən olsun, hər hansısa bir süni intellekt çağrışı olduğu təqdirdə həmin sifarişləri onlar yerləşdirə bilərlər bizim platformamızda və bizim startap şəbəkəmiz, hətta həll təklif edən şəbəkəmiz onlara öz həlləri ilə müraciət edə bilirlər. Amma bundan savayı biz həmçinin elmi araşdırma mərkəzləri ilə də yerli və xarici universitetlərlə işləyirik ki, onlarla bərabər hər hansı bir araşdırma tələb edən bir süni intellektlə bağlı araşdırma tələb edən bir mövzu, məsələ varsa, bunu biz onlara cəlb eləyək və şəbəkəmiz tərəfindən bu araşdırma məqalələri günün sonunda hazırlansın və yalnız Azərbaycanda deyil, həmçinin də beynəlxalq platformalarda bunların çapı təmin olunsun. Amma bundan başqa biz həmçinin də istəyirik ki, platformamız vasitəsilə bizim maarifləndirmə tərəfimizdə olsun. Yəni, biz hazırda qlobal platformalarla işləyirik ki, onların süni intellekt kurslarını öz saytımızda təqdim eləyək və ora siz daxil olanda Stanford Universiteti, Oxford Universiteti tərəfindən tərtib olunmuş kurs proqramlarından keçə bilərsiniz. Bir çoxları tamamilə ödənişsizdir və onun vasitəsilə siz günün sonunda süni intellektlə bağlı hər hansısa bir promptların yazılması olsun və yaxud da idarəçilikdə onun tətbiqi olsun, hər biri ilə bağlı bizim deməli, Azərbaycanlı istifadəçilərimiz və həmçinin xarici istifadəçilər bundan istifadə edə bilərlər. Bundan savayı həmçinin platformada biznes həlləri bölməsi var və bu biznes həllərində siz yerli və xarici startaplarla tanış ola bilərsiniz. Hansılar ki, süni intellekt həllərini təqdim eləyirlər. Yəni, bir halda elə ola bilər ki, misal üçün siz düşünürsünüz, qurum daxilində hər hansısa bir dəyişikliyə ehtiyac yoxdur, amma həmin startapla tanış olaraq bəlkə də artıq ideyanız yarana bilər ki, biz onlarla əslində əməkdaşlıq eləyə bilərik. Yəni, bizim əsas məqsədimiz ondan ibarətdir ki, maksimum daha çox informasiya ötürək ki, ondan sonra da, belə deyək, ideya formalaşsın, əməkdaşlıqlar formalaşsın və bir növdə biz də öz missiyamızı yerinə yetirmiş olaq. Təşəkkür edirəm Ləman xanım. Ətraflı məlumatı bizlə paylaşdığınız üçün bir daha xatırladım ki, elə Azərbaycanda Asan Xidmətin təşəbbüsü ilə süni intellekt platforması yaradılır və burada da dövlət və özəl sektor nümayəndələri, eyni zamanda digər bu sahənin mütəxəssisləri bir araya gələcək və elə təbii ki, indiki məqamda Azərbaycanda da həm dövlət qurumlarının fəaliyyətində, eyni zamanda digər istiqamətlərdə biz süni intellektin tətbiqini müşahidə edə bilirik. Bir növ yəni, istifadəçilərə də bu rahatlıq vəd edir. Çatdıra biləcəyimiz informasiyalar bu qədərdir. Sözü yenə sizə ötürürəm. Təşəkkürümü bildirirəm Rəqsanə, ətraflı məlumatı bizimlə bölüşdüyünə görə.